İndi keçən üstündən. Demək dedik ki, suxurlar yaşıl rəng götürək. Dedik ki, suxurlar neçə yerə bölünür? Çökmə suxurlar, maqmatik suxurlar, metamorfik suxurlar. Yəni 3 yerə bölünür. Çökmə suxur nə idi? Necə yaranırdı? Su, külək, buz, canlı, yəni necə deyim, eksogen gördüyümüz proseslər nəticəsində suxurların fərqli formalara düşməsidir. Qumdur, gildir, əhəng daşıdır, qazdır, neftdir, daş kömürdür. Bunlar hamısı çökmə suxurlardır. Keçdik. Maqmatik suxurlar nəyin nəticəsində yaranır? Dedik, maqmanın nəticəsində. Görürsünüz, burada vulkandan çıxan o maqmadır. Və müəyyən dərinlikdə qalaraq maqma soyuyur, maqmatik suxur yaranır. Bəzən səthdə çıxır, bəzən içəridə qalırdı. Qranit, qabro, bazalt, pemza, vulkan şüşəsi, nə bilim, vulkan tufu, bunlar hamısı maqmatik suxurlardır. Və biz dedik ki, maqmatik suxurlar 2 yerə bölünür. İntruziv, efuziv. Əvvəlki videoda qeyd eləmişəm, onca burada qeyd eləmirəm. Metamorfik suxurlar nə idi? Dəyişilmiş suxurlardır. Yəni, yüksək temperatur və təzyiq nəticəsində maqmatik və metamorfik suxurlar başqa bir suxura çevrilir. Mərmər, qneis, fillit, kristallıq şist, kvarist, almaz, qrafit, bunlar hamısı maqmatik və metamorfik suxurlardır. Ümumilikdə deyək, çökmə toplanır, bərkir, maqmatik suxurlar maqmadan yaranır, metamorfik suxurlar istilik və təzyiq nəticəsində dəyişilir. Bəs yaxşı, ilk suxurlar necə formalaşır? Birinci, vulkan püskürür, maqma yer səthinə çıxır və yaxud da yerin daxilində soyuyur, maqmatik suxur yaranır. Maqmatik suxur aşınır, dağılır, müəyyən bir ərazidə çökür, olur çökmə suxur. Çökmə suxur yüksək temperatur və təzyiq nəticəsində çevrilir, metamorfik suxur yaradır. Yenidən təzədən bu suxurlar da yerin daxilinə gedir, yenidən maqmaya çevrilir və prosedur təkrarlanır. Yəni, ritmik bir hadisədir bu.